Deməli dostlar, üzü Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət eləyirik. Kaspian Plaza, Bakıxanov. Burada bir dənə təzə xətləmə eləyiblər. Sağımızda avtobus zolağıdır. Tutaq ki, biz bu zolağı tutmuşuq. Getmək istəyirik sağ tərəfə. Bir dənə buradan belə giriş var. Vəssalam. Bizim sağa getməyimiz üçün heç bir giriş yaranmır. Çünki burada olur avtobus zolağı. Bir də bir dənə giriş buradan var da. Yəni buradan belə əyri bir formada getməli olur ora. Dostlar, niyə belə çəkirsiniz xətləri? Yəni həmin o avtobus zolağında qırıq xətləri uzatsanız, burada nə qədər avtobus gedir və biz onlara nə qədər mane olacağıq ki? Qardaş, nə eləmək istəyir? Yala yavaş, oy, oraya geçsən. Bir qram ehtiyat yoxdur. Yəni biz niyə görə belə bir xətləmələrlə yaşamalıyıq ki, qısa xətləmələrlə? Yəni bir də sən başa düşməlisən ki, şeydən gələndə, Tbilisi prospektindən gələndə, ayda mən xətti buraxdım. Bir də Bakıxanov körpüsünün altından fırlananların yanından belə o hissəyə girməlisən. Və hamı orada 1.1 xəttini kəsib keçir. Sağa dönənlər, İzmir küçəsi istiqamətinə gedənlər. Xəttə öncədən elə çəkmək lazımdır ki, insanların qayda pozmasına şərait yaranmasın. Yəni insanlar pozmasınlar qaydanı. İkinci bir məsələ. Buradan mən sağa dönmək istəyirəm. Fikir verin. Mənim dönmə bucağım niyə bu qədər uzaqdan olmalıdır ki? Nə məsələdir?